Rəqəmsal inkişaf və sosial innovasiyalar uzun müddətdir Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həm dövlət xidmətləri, həm də elektron xidmətlər sahəsində ciddi nailiyyətlərimiz olub və 2024-cü ildən başlayaraq rəqəmsal inkişaf Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyən edilmişdir. 2024-cü ildə prezident və parlament seçkilərindən sonra cənab prezident İlham Əliyev məhz burada rəqəmsal inkişaf və savadlığı hətta milli ideoloji inkişaf səviyyəsinə qaldıraraq gələcəyə baxışını açıqladı. 2025-ci ildə rəqəmsal inkişaf konsepsiyası təsdiq edildi və əlbəttə bugün Azərbaycanın süni intellekt əsaslı rəqəmsal inkişaf üçün çox böyük üstünlükləri və ciddi imkanları var. Ən birinci üstünlüyümüz Azərbaycan prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyidir, strateji sabitliyimizdir. Necə ki, vaxtında onun soyuqqanlı strateji qərarları nəticəsində Azərbaycanı coğrafi yerləşməsini və milli resurslarını strateji üstünlüyünə çevirdi. Ölkəmizi, dövlətçiliyimizi gücləndirdi, torpaqlarımızı işğaldan azad etdi və bu gün də qarşıya qoyduğumuz bütün hədəflərimizə çatmağımıza şərtləndirən ən birinci və ən mühüm amil onun liderliyi və xalq iqtidar birliyidir. İkinci üstünlüyümüz qlobal korporasiyalarla əməkdaşlıq təcrübəmizdir. Bizim süni intellekt və texnologiya nəhəngləri ilə işləmək üçün kifayət qədər böyük institusional bazamız var. Xüsusilə neft və enerji sektorunda transmilli şirkətlərlə 30 illik uğurlu əməkdaşlıq təcrübəmiz bugün rəqəmsal transformasiya sahəsinə də öz müsbət təsirini göstərir. Üçüncü üstünlüyümüz Azərbaycanda olan müsbət investisiya mühitidir. Son 20 il ərzində ölkəmizə yatırılan 350 milyard ABŞ dolları məbləğində sərmayə Azərbaycanın necə etibarlı bir tərəfdaş olduğunun ən əyani və beynəlxalq göstəricisidir. Ciddi imkanlarımız isə süni intellekt arxitekturası ilə hazırlığımızla bağlıdır. Süni intellekt arxitekturası 5 əsas qatdan ibarətdir. Enerji, hesablama çipləri, virtual yaddaş, süni intellekt modelləri və tətbiqlər. Bu zəncirin ən həlledici və təməl həlqəsi məhz enerji məsələsidir və bugün qürurla deyə bilərik ki, regionda Azərbaycan özünü enerji ilə tam təmin edən, qonşu və Avropa ölkələrinə enerji ixrac edən yeganə dövlətdir. Və vaxtında Azərbaycanın bərpa olunan yaşıl enerjiyə qoyduğu böyük investisiyalar bizim bugün və gələcək texnoloji və rəqəmsal uğurlarımızı şərtləndirəcək əsas amillərdən biridir. Məlumatların təhlükəsizliyi məsələsinə gəldikdə isə artıq ölkəmizdə milli hökumət buludu fəaliyyət göstərir. Bu da rəqəmsal suverenliyimizin təminatıdır. Digər qatları təşkil edən süni intellekt modelləri və tətbiqləri üzrə isə aparıcı qlobal, xüsusən də Amerika şirkətləri ilə sıx əməkdaşlıq edirik və təsadüfi deyil ki, ABŞ-la imzaladığımız strateji xartiyanın ən mühüm istiqamətlərindən biri məhz süni intellektin inkişafı məsələsidir. Eyni zamanda Çin və İsrail ilə imzaladığımız sənədlər də bu sahədə görülən işlərə böyük töhfə verə bilər. Əlbəttə, bütün bu infrastrukturun mərkəzində insan faktoru dayanır. Yeni dövrün çağırışlarına cavab verən, rəqəmsal savadlı Azərbaycan gəncliyi bu arxitekturanın əsas hərəkət verici qüvvəsi olacaq və bütün bunlardan çox aydın görsənir ki, süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasi iradəmiz, strateji üstünlüklərimiz və imkanlarımız var. Və bu nəhəng potensialın vahid dövlət siyasəti çərçivəsində sinxron, sürətlə ilə də idarə olunması isə əsas tələbdir. Və məhz bu məqsədlə rəqəmsal inkişaf şurası yaradılıb və bu şuraya Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanımın sədr təyin edilməsi rəqəmsallaşmanın ən yüksək icra səviyyəsinə qaldırılmasıdır. Və əminəm ki, Mehriban xanımın rəhbəri ilə fəaliyyət göstərən bu şura ölkəmizdə innovasiya ekosistemini tamamilə yeni mərhələyə daşıyacaq. Həm rəqəmsal inkişaf Nəqliyyat Nazirliyi və həm də digər məsul qurumlar birgə əməkdaşlıq şəraitində çalışaraq iqtisadiyyatımızın, dövlətçiliyimizin rəqəmsal dövrdə toxunulmazlığını, rəqabətə davamlılığını və qüdrətini təmin edəcək. Çox sağ olun.